Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmailə, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran rayonları arasında aprelin 25-i axşama doğru 26-sı, 27-ci, 28-ci və 29-da isə hava şəraitinin daha da kəskinləşməsi nəticəsində yanğınların da intensivliyinin daha da artması gözlənilir. Nəticədə aprelin 25-i axşama doğru günün ikinci yarısında və 26-sı, 27-ci, 28-ci və 29-da isə yanğınların lokal leysan xarakterli, intensiv və güclü olması nəticəsində Böyük Qafqaz rayonlarının demək olar ki, əksər dağ sahələrində cürsulluğun davam etməsi gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Proses daimi olaraq izlənilir və baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölcük ərazilərində, eyni zamanda Goranbəy ərazisində və Kiçik Qafqaz rayonlarının Gədəbəy, Daşkəsən, Kəlbəcər, Şükürlasın, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində də aprelin 25-i günün ikinci yarısında, 26-sı, 27-ci və 28-ci, 29-da, xüsusən də günün ikinci yarısında və axşam saatına doğru yanğınların yenidən lokal xarakterli, intensiv olması ehtimalı var. Prosesin kütlədaxili proseslərin daha da kəskinləşməsi nəticəsində yanğınların lokal xarakterli olsa da, lokal qısa müddətli, lakin intensiv və güclü olması nəticəsində dağ saylarında cürsulluğun davam etməsi gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Proses daimi olaraq izlənilir və baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq. Mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, İmişli, Ucar, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində də aprelin 25-ci günün ikinci yarısında, 26-sı, 27-ci, 28-ci və 29-u xüsusən də günün ikinci yarısında və axşam saatlarına doğru konvektiv aktivliyin xüsusən də yaz və yay aylarında axşam saatlarına doğru artmasının pik nöqtəsi baş verən nəticədə yanğınların da xüsusən də aprelin 25 günün ikinci yarısında, 26-sı, 27-ci, 28-ci və 29-u xüsusən də günün ikinci yarısında və axşam saatlarına doğru yanğınların lokal qısa müddətli olsa da intensivləşməsi ehtimalı var. Proses nəticəsində Gürcüstan ərazisində də yanğınların lokal xarakterli, qısa müddətli, intensiv və güclü olması nəticəsində Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında və Araz çayında da cürsulluq gözlənilir. Nəticədə Azərbaycan arasında əksər çaylarda cürsulluğun davam etməsi ehtimalı var və lokal xarakterli sel daşqın hadisələrində artım riski var. Proses daimi olaraq izlənilir və lokal xarakterli baş verən proseslər haqqında ən son dəyişikliklər kanalda yayımlanacaq. Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Leriş ərazilərində də aprelin 25-i axşama doğru günün ikinci yarısında, aprelin 26-sı, 27-ci, 28-ci və 29-u xüsusən də günün ikinci yarısında hava şəraitinin yenidən dəyişilməsi gözlənilir, yağış yağması ehtimalı var, xüsusən də Cəlilabad, Yardımlı, Leriş və Aslanın dağ kəndlərində yağışın lokal qısa müddətli intensivləşməsi ehtimalı var. Proses nəticəsində ərazidən keçən dağ saylarında cürsulluğun davam etməsi gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu müddət ərzində Bakı-Abşeron Sumqayıt arasında havada kəskin dəyişiklik ehtimalı yoxdur, lakin aprel ayının xüsusən də 25-dən sonra havada dəyişiklik ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Kanalda əvvəlcəndə bildirdiyimiz kimi, iqlim dəyişikliyi nəticəsində baş verən kütlədaxili proseslərin intensivləşməsi və güclənməsi müşahidə edilir. Yəni əvvəlki illərdən fərqli olaraq 2025-ci ildəki iqlim dəyişikliyinin daha da artması nəticəsində Azərbaycan arasında daxil olan hava kütlələrinin intensivləşməsi, daha da güclənməsi müşahidə edilir və Respublikanın daxilində formalaşan hava kütlələrinin də kəskinləşməsində artım müşahidə edilir. Yəni iqlim dəyişikliyinin daha da güclənməsi nəticəsində yaz və yay ayları üçün xarakterik olan topa yağış buludlarının güclənməsi müşahidə edilir. Lakin bu prosesin daha da kəskinləşməsi fonunda topa yağış buludlarının güclənərək supersel buludlarına çevrilməsi müşahidə edilir. Nəticədə bu da Qafqazın Cənubi Azərbaycan iqlimi üçün xarakterik olmayan bir proseslərə səbəb olur. Yəni yanğınların qısa müddət ərzində güclənməsi fonunda qısa müddət ərzində əraziyə aylıq, hətta illik miqdarda, yəni çox illik göstəricilərdən fərqli olaraq aylıq və ya illik göstəricilərdən də daha artıq bir yanğınlar düşür. Nəticədə çaylardakı daşqın daha geniş miqyasda olur. Bu hadisəyə misal kimi aprelin 16-sında da xüsusən də Böyük Qafqaz rayonlarının şimal-şərq yamaclarında, yəni Quba, Qusar, Xaçmaz, Şabran, Xızı ərazisində, Qobustan, Mərazı ərazilərində baş verən daşqın kifayət qədər geniş miqyaslı bir daşqın idi və Azərbaycanın ərazisi üçün xarakterik olmayan bir hadisə idi, çox nadir hallarda baş verən bir hadisə idi. İqlim dəyişikliyinin kəskinləşməsi fonunda bu proseslərin daha da tez-tez baş verməsi gözlənir. Yəni Azərbaycan arasında artıq
sel və daşqın hadisələrinin 2025-ci il ərzində əvvəlki illərin müqayisədə 4-6 dəfə, hətta Böyük Qafqaz rayonlarında isə 6-8 dəfə qədər artması ehtimalı var. Eyni zamanda yanğıtların da əvvəlki illərin müqayisədə 2025-ci ildə yanğıtların çoxluğunun, yəni yanğıtların intensivliyinin 4-6 dəfə qədər artması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.